Manqalxanası var. Qəşəng səliqəli. Bax, bu da buranın bağıdır. Evin indi özünü göstərəcəm sizə, baxarsınız. Dostlar, yenə deyirəm, kubçalı evdir. Buradan da zala keçmək olur, bayaq baxdınız. Burada jalüzlüdür. Jalüzlə bağlanır hamısı. Bax, gəlirik bura. Bağa giriş hissəmiz. Gecə vaxtı gəlsəz, bu ışıqların hamısı yanır. Çox gözəldir dostlar. Ben göstərim sizə hamısını. Sadəcə olaraq evdə yaşayış yoxdur deyiləm. Dostlar, biraz həyət baxımsızdır. Bu da ev 500 kvadratdır dostlar. 500 kvadrat. Meyvə ağacları zaten hər bir şey var həyətində. Baxın. Qabağı ağlaydı. Təxmini bir neçə il bundan əvvəl dostlar. Əli o vaxtı ağlaylar ucuz idi. 100 minə yaxın təkcə bu ağlaylara pul qoyulub. Baxın dostlar evə. Çox gözəl evdir də, çox gözəl, çox qəşəng. Bura evin, bax bura çəkdiyimiz ev evin arxasıydı. İndi keçirik evin qarşı tərəfinə. Baxın dostlar. Burada da ağaclardır. Hamısı. Baxın. Gözəl ağaclardır, dekorativ ağaclardır. Hamısı. Pultla açılıb bağlanan darvazasıdır. Qapı sattenidir. Göstərim sizə hamısını. Buyurun dostlar. Bu da evin qabaq hissəsi dostlar. 5 sot torpağın içində 2 mərtəbəli həyət evi dostlar. Üstü də mansar. Baxın. Qabancıq daşlar. Dekorativ ağaclar. Böyük bir evdir dostlar. Böyük bir ev. Deməli, ev yerləşir. Bax, 0.5 atmamışam. Buyurun, baxın. 0.5 atım, rahat baxın. Reşotkalarına kimi. Gir yaşı evdə dostlar. Yerləşir Maşdağıda, Maşdağın girişində. Əla yerdədir. Qiyməti 315 min manatdır. 315 min manat. Nağdalıcı qiymətdə endirim olunacaq dostlar. 315 minə Maşdağın girişi. 5 sotun içində. Gir yaşa bağ evi dostlar. Qiymət 315 min manatdır. Nağdalıcı qiymətdə endirim olunacaq dostlar. Sağ olun, salamat qalın.